Salam dostlar. Çox maraqlıdır ki, insan peşəkarlaşdıqca ən gözlənilməz risklər ziddiyyətli səslənsə də elə peşəkarlığın özündən qaynaqlanır. Çünki biz təcrübə qazandıqca detallara daha az diqqət yetirməyə başlayırıq. Hər şeyi bildiyimizi düşünürük, amma reallıq başqadır. Bu gün insanlar göydələnlər tikir, Marsa səyahət etmək haqqında düşünür. Ən ağır xəstəlikləri müalicə edir, amma təəssüflər olsun ki, hətta ən savadlı və bilikli insanlar belə gün ərzində çoxlu sayda qarşısı alına bilən səhvlər edirlər. Niyə? Özünün məşhur Checklist Manifesto kitabında Atul Gawande deyir ki, problem bilikdə deyil, problem komplekslikdədir. Yəni, insanın fiziki imkanları sürətlə artan informasiyanı cilovlamağa imkan vermir. Məsələn, belə bir statistika var ki, özəl baxım tələb edən bir xəstə üçün gün ərzində ortalama 178 fərqli prosedur tələb edilir. Bu qədər addımın içərisində səhv etməmək yalnız yaddaşa güvənməklə mümkün deyil. Amma sevindirici hal budur ki, bunun çox sadə bir həlli var. Checklist. İxtisasca cərrah olan Atul Gawande və komandası çalışdıkları xəstəxanada sadə checklist tətbiq edirlər. Bəzən bu, xəstənin dəqiq eyni insan olmağını yoxlayın. Əməliyyatdan öncə əllərinizi yuyun. Əməliyyatdan öncə yaxşı yuxu aldığınıza diqqət edin tipli, sadə suallardan ibarət olsa da, nəticə etibarilə müəllifin çalışdığı xəstəxanada ölüm riskini 40%-ədək aşağı salmışdır. Yaxşı, bəs uğurlu və işlək checklist necə qurulmalıdır? İlk öncə nəzərə alaq ki, checklistin iki tipi var. Birincisi read-do, oxuyub icra etdiyimiz checklistlər. İkincisi isə do-confirm, icra etdikdən sonra təsdiq etdiyimiz checklistlər. Müəllif Gawande deyir ki, tipindən asılı olmayaraq yaxşı checklist ilk öncə qısa olmalıdır. İdealda 5-10 maddədən ibarət və 60 saniyə oxuya biləcəyimiz bir formada olmalıdır. Eyni zamanda checklist sadə və aydın dildə yazılmalıdır, ən kritik addımlara fokuslanmalıdır və real həyatda test oluna bilən, düzəlişlər edilib güncəl formada saxlanıla bilən formada olmalıdır. Gördüyümüz kimi checklist çox sadə bir şeydir, amma bu özü də bir sistemdir. O, səhvləri azaldır, nəticəni stabilləşdirir və eyni zamanda beynimizin iş yükünü yüngülləşdirir. Peşəkarlıq yaxşıdır və hətta mütləqdir, amma bizi səhvlərdən sığortalayan məhz sistemli yanaşmadır.